İmtahanda 100 bal yığıram, ikinci addım. Dinləmənin ikinci sualı nə edir? İmtahana qədər mən nə etməliyəm? Yoldaşlar, dinləməni biz 2 dəfə qulaq asırıq, yazırıq, yoxlayırıq. Məsələn, hamısı səhv çıxdı. Nə etməliyik? Mütləq şəkildə birinci sualdan başlayırıq, hər birini tərcümə edirik. Birazcıq əzbərləyən kimi edirik sualların ana dilində tərcüməsini tam başa düşmək üçün. Daha sonra yalnız birinci suala baxırıq və dinləməni təkrar qoyuruq. Bir dəfə qoyuruq, sualı tam tapa bilmədik, ikinci dəfə, üçüncü dəfə, dördüncü dəfə, beşinci dəfə. Ta ki mən birinci sualın varlığından, yəni A variantı, məsələn deyirəm, A variantının doğru olduğundan əmin olana kimi. Yəni mən bunu sərbəst şəkildə eşidirəm. Daha sonra keçirəm ikinci suala, daha sonra keçirəm üçüncü suala, dördüncü suala. Yəni bu minvalla mən bir dinləmə yazmaq üçün ola bilər ki, dinləmə qabiliyyətim zəif olsun, 20 dəfə qulaq asaram. Amma bu zaman keçdikcə 20 aşağı düşməyə başlayır. 15 dəfə, 10 dəfə, 5 dəfə, 3 dəfə. Çünki bizdə dinləmə qabiliyyəti formalaşır. Tərcümə qabiliyyəti formalaşır, oxuyub anlama formalaşır. Ona görə mütləq şəkildə imtahana qədər biz bütün dinləmələri bu formada etməliyik.